Məhəbbət iksiri 3-cü bölmə 6-cı fəsil. Allah övliyalarının razı niyazı. Şeyxin mühüm tərbiyəvi göstərişlərindən biri Allah Teala ilə mütəmadi olaraq xəlvətdə münacat eləmək və dua ilə məşğul olmaqdır. Şeyx bunu Allah evində qədalıq təbiri ilə deyir və təkidlə buyururdu: hər gecə 1 saat dua oxuyun. Əgər dua oxumağa halınız yoxdursa, yenə də Allah Teala ilə olmağı tərk eləməyin. Yenə buyururdu: səhər çağları və eləcə də gecənin axırıncı 1/3-ni oyaq qalmağın çox qəribə bir təsirləri vardır. Allahdan hər nə istəyirsənsə, səhər çağı yalvarışlarında əldə eləyə bilərsən. Sübh çağından qafil olmayın, çünki hər nə varsa ondadır. Aşiqin yuxusu olmaz. O məhbubunun vüsalına çatmaqdan başqa bir şey istəməz. Vüsala çatmağın və Allahla görüşməyin vaxtı səhər çağlarıdır. Cənab Şeyxin oxuduğu dualar: Yəstəşiru duası, Ədilə duası, Təvəssül duası, Əmirəl-Möminin Əli əleyhissalamın Küfə məscidindəki Allahümmə inni əsəlükə amana yevmə lə yənfəu malun və la bənun cümləsi ilə başlayan münacatı, eləcə də İmam Səccəd əleyhissalamdan nəql olunan Xəmsəti Əşərə münacatı Cənab Şeyxin daha artıq diqqət yetirib oxuduğu və şagirdlərinə oxumaq üçün tövsiyə elədiyi dualardandır. İmam Səccəd əleyhissalama mənsub olan beşli dualar içərisində də münacat-ı müftəqirin və xüsusilə münacat-ı muridin dualarını çox təkid eləyərək buyururdu. Bu 15 duadan hər birinin özünə məxsus xüsusiyyətləri vardır. Şeyxin həmişəki duası. Doktor Fərzam deyir ki, Şeyxin həmişəki duası bu idi: Pərverdigara, bizi özün üçün tərbiyələndir. Pərverdigara, Xudaya, bizi özünlə görüş üçün hazırla. Cümə axşamları axşam namazından sonra adətən Cənab Şeyx Kumeyl duasını yaxud qeyd olunan münacat dualardan birini oxuyaraq şərh eləyərdi. Yəstəşiru duasını oxu. Ayətullah Fehri nəql eləyir ki, Cənab Şeyxin belə buyurduğunu eşitdim: Allaha ərz elədim, Pərverdigara, hər kəs öz məhbubu ilə razı niyaz eləyib ləzzət alır. Biz də istəyirik ki, bu nemətdən bəhrələnək, hansı duanı oxuyaq? Məna aləmində mənə deyildi ki, Yəstəşiru duasını oxu. Məhz buna görə də o cənab Yəstəşiru duasını çox şövq və xüsusi halla oxuyardı. Bəhanələri ondan alın. Cənab Şeyx inanırdı ki, əgər insan doğrudan da Allahı istəyirsə və ondan başqası ilə qənaətlənmirsə, hökmən mütəal Allah onun əlindən tutub məqsədə çatdırar. Bu barədə maraqlı misal da çəkirdi. Bəhanə gətirən uşağa nə qədər oyuncaq, konfet versələr də yenə onları alıb tulluyur və inadkarlığından əl çəkmir. O qədər ağlayır ki, axırda ata-anası onu qucağına alıb nəvaziş eləyir. Bu zaman uşaq sakitləşir. Buna görə də əgər dünyanın zahiri bərbəzəklərini və bəhanəsini ondan alsan, axırda Allah Teala sənin əlindən tutar və qaldırar. Məhz bu zaman insan ləzzət alır. Ağlamağın və münacatın dəyəri. Cənab Şeyx inanırdı ki, insan münacata, Allahla danışmağa o zaman ləyaqət tapır ki, Allahdan qeyrisinin məhəbbətini ürəyindən çıxarsın. Hər kəsin həvai nəfsi onun məbudu olsa, həqiqətən ya Allah deyə bilməz. O bu barədə buyururdu: ağlamağın və münacatın o vaxt dəyəri vardır ki, insanın qəlbində Allahdan başqasına məhəbbət olmasın. Bu barədə Cənab Şeyxdən bir neçə ibrətamiz mükəşifə nəql olunmuşdur ki, bizim müddəamızı sübut eləyir. Ya Allah deməyin cavabında 2 riyal. Ayətullah Fehri Cənab Şeyxin belə buyurduğunu nəql eləyir. Bazara gedirdim, fəqir məndən bir şey istədi. Əlimi cibimə saldım ki, ona pul verəm. Əlimə 2 riyallıq pul gəldi. Onu buraxıb bir 10 şahlıq tapdım. Zöhr zamanı idi. Məscidə gedib namaz qıldım. Namazı qutarandan sonra əllərimi göyə qaldırıb ya Allah dedim. Gördüm ki, cibimdə götürüb təzədən buraxdığım 2 riyalı mənə göstərirlər. Bu mükəşifədə bir neçə məsələyə diqqət yetirilməlidir. 1. Həvai nəfsin məbud şəklində zahir olması. Qurani Kərim bu mətləbə işarə eləyərək buyurur: o kəsi görmədin ki, öz həvai nəfsini öz Allahı kimi qərar verib. Casiyə surəsi 22-ci ayə. 2. İnsan öz nəfsani istəklərinə nə qədər itaət eləyirsə, bir o qədər də Allaha bəndəsilikdən çıxır və həmin miqdarda istədiyi şeyin bəndəsi qulu olur. Buna görə də kəşf və şühud aləmində məbud 2 riyala çevrilmişdir. 3. Elə şeylərin infaq olunması dəyərlidir ki, insan onu sevsin. Mömin öz məhbubu yolunda elə şeylərdən infaq eləməlidir ki, onlara məhəbbəti var. Əksinə, onun üçün heç bir əhəmiyyət kəsb eləməyən şeyləri infaq və ehsan eləmək düz deyil.
Yaxşılığa yalnız o zaman yetişə bilərsiniz ki, istədiyinizi bağışlayasınız. Ali İmran surəsi 92-ci ayə. Allahla ünsiyyətin yolu. Cənab Şeyx inanırdı ki, Allahla ünsiyyəti bərqərar eləmək ən yaxşı yolu Allahın bəndələrinə ehsan eləməkdir. Əgər bir kimsə özündə dua halının yaranmasını, Allahla zikr eləyib münacatdan ləzzət almağını istəyirsə, Allah xatirinə onun bəndələrinə xidmət eləməlidir. O bu barədə buyururdu, əgər Allahdan bəhrələnmək, onunla münacat eləyib ünsiyyətdə olmaqdan ləzzət almaq istəsən, onun məxluqlarına ehsan elə. Əgər tövhidin həqiqətlərini yol tapmaq istəyirsənsə, Allah bəndələrinə ehsan elə və ehsan yolunu Əhl-i-Beyt əleyhissalamdan öyrən. Öz yeməklərini istədikləri halda miskinə, yetimə və əsirə verirlər və ürəklərində deyirlər, biz yalnız Allahın razılığı xatirinə təam veririk, sizdən nə bir mükafat istəyirik, nə də bir təşəkkür. İnsan surəsi 8-9-cu ayələr. Yenə də buyururdu, vacib əməlləri yerinə yetirdikdən sonra insanda Allaha bəndəçilik havını icad eləyən şey insanlara yaxşılıq eləməkdir. Allahdan nə istəyək? Dua məqamında ən mühüm məsələlərdən biri budur ki, dua eləyən şəxs Allahla razı niyaz eləyəndə nə dediyini və Allahdan nə istədiyini bilsin. Cənab Şeyx duaları şərh eləyərkən, ya qayətə amalil arifin, ya müntəha əməlil amilin, ya nəimi və cənnəti və ya dünya və ya axirəti və sair kimi cümlələri təkid eləyərək buyurardı. Dostlar, zirəkliyi imamlarımızdan öyrənin. Görün, İmam əleyhissalam Allah ilə necə razı niyaz eləyir. Mən gəlmişəm sənin pənahına, gəlmişəm özümü sənə qovuşduram, gəlmişəm səni ağuşuma alam, mən səni istəyirəm. Cənab Şeyxin özü dua və münacat zamanı deyərdi, Pərverdigara, bunları sənin vüsavına çatmağın müqəddiməsi qərar ver. Aşiq öz məşuqundan nə istəyir? Doktor Həmid Fərzam yuxarıdakı mətləbləri qeyd elədikdən sonra şeyxin barəsində buyurur, bəzi hallarda şeyx ali irfani mətləbləri bizə başa salmaq üçün çox sadə və incə misallar gətirərdi. Məsələn deyirdi, bir aşiq öz məşuqunun evinin qapısını döydü. Məşuqu soruşdu, çörək istəyirsən? Dedi, xeyr. Dedi, su istəyirsən? Yenə dedi, xeyr. Məşuq dedi, bəs nə istəyirsən? Dedi, mən səni istəyirəm. Dostlar, evin sahibini sevməlisiniz. Onun yeməyini, plovunu yox. Yalnız Allahı istəməlisiniz. Hər nə iş görürsünüzsə Allah xatirinə görün. Allahın özünə aşiq olun. Hətta ona savab qazanmaq üçün də ibadət eləməyin. Bəzən çox şirin avazla buyururdu, elə bir iş gör ki, zülflərin ora ilişsin. Çox münasib məsələlər, xüsusilə Hafizin şeirlərini şahid gətirirdi ki, bu da şagirdlərinin qəlbinə çox təsir eləyirdi. Kimsəsizlik hara içək? Cənab Şeyx buyururdu, gecələr Allah dərgahında gədalıq eləməyə müvəffəq olduğun zaman kimsəsizlik hara içək və Allaha de, Pərverdigara, mən əmmarə nəfs ilə mübarizə aparmaq qüdrətinə malik deyiləm, nəfsim məni zəlil etmişdir. Dadıma yetiş, məni əmmarə nəfsimin şərindən xilas eylə və burada Əhl-i-Beyt əleyhissalamı vasitə qərar ver. Sonra aşağıdakı ayəni tilavət eləyirdi. Nəfs insanı pisliklərə əmr eləyir, yalnız Pərverdigarımın rəhm elədiyi şəxslərdən başqa. Yusif surəsi 53-cü ayə. Əmmarə nəfsin şərrindən yalnız Allahın lütf və mərhəməti sayəsində xilas ola bilərsən. Əhl-i-Beyt əleyhissalama təvəssül eləməyin fəlsəfəsi. Cənab Şeyx buyururdu, cəmaatın əksəriyyəti Əhl-i-Beyt əleyhissalama təvəssül eləməyin səbəbini bilmirlər. Onlar sadəcə olaraq özlərinin dünyavi məişət çətinliklərini, giriftarçılıqlarını aradan qaldırılması üçün Əhl-i-Beytə təvəssül eləyirlər. Halbuki biz tövhid və mərifət yollarını qət eləmək üçün Əhl-i-Beytin qapısına gedirik. Tövhid yolu çox çətindir və insan yol göstərən bir şəxsin çırağı olmadan bu yolu keçməyə qadir deyildir. Aşura ziyarəti. Cənab Şeyxin Əhl-i-Beyt əleyhissalama təvəssül eləməkdə təkidlə buyurduğu incəliklərdən biri də Aşura ziyarətini oxumaqdır. O bu barədə buyururdu, məna aləmində mənə tövsiyə elədilər ki, Aşura ziyarətini oxuyum. Həmçinin bircə tövsiyə eləyirdi ki, nə qədər ki sağsız, Aşura ziyarətini fövtə verməyin. Şeyxin bu tövsiyəsini əməl eləmək istəyən şagirdlərindən biri 40 il müddətində Aşura ziyarətini həmişə oxuyardı. Duanın qəbul olunma şərti.
Duanın qəbul olunma şərtlərindən ən mühümü yeməyin halal olmasıdır. Bir şəxs Peyğəmbər sallallahu soruşdu: "İstəyirəm ki, dualarım müstəcəb olsun." Peyğəmbər sallallahu dedi: "Yeməyini pakla, haram yeməyi qarnına daxil eləmə. Əvvəlcə duzun pulunu verin." Şeyxin müridlərindən biri deyir, bir neçə nəfər şeyxlə birlikdə dua və münacat oxumaq üçün Rey şəhərinin ətrafında olan Bibi Şəhrəbanu məqbərəsinə getdik. Çörək və xiyar aldıq. Xiyar satan şəxsin yanından bir qədər də duz da götürdük və dağa qalxdıq. Məqbərəyə çatanda şeyx buyurdu: "Gəlin aşağı enək." Bizi qaytardılar. Deyirlər ki, əvvəlcə duzun pulunu verin, sonra münacatla məşğul olun. Razı-niyaz eləyən şəxsin tutumu. Razı-niyaz eləyən şəxsin diqqət yetirməli incə məsələlərdən biri də onun Allahdan istədiyi şeylərlə ruhi tutumu arasında mütənasibliyin olmasıdır. Belə ki, əgər lazımi qədər tutuma malik olmasa, dua oxumaqla özünə çoxlu çətinliklər və müşküllər yarada bilər. Şeyxin dostlarından biri belə nəql eləyir: "Bir zamanlar mənim məişət vəziyyətim çox çətinləşmişdi. Buna görə də çox narahat idim. Nəhayət bir gün şeyx məndən soruşdu: "Nə üçün narahatsan?" Mən də olan hadisəni onun üçün danışdım. Buyurdu: "Məyər namazın təqibatını oxumursan?" Dedim: "Əlbəttə oxuyuram." Yenidən buyurdu: "Nəyi oxuyursan?" Dedim: "Mən Həzrət Əmirəl-Möminin əleyhissalamın səbah duasını oxuyuram." Buyurdu: "Səbah duasının yerinə namazın təqibatında Ədilə duasını və Həşr surəsini oxu ki, sənin çətinliyin aradan qalxsın." Soruşdum: "Nə üçün səbah duasını oxumayım?" Buyurdu: "Bu duada elə incəliklər vardır ki, bunu oxuyan şəxs onlara dözməyə qadir olmalıdır." Həzrət Əli əleyhissalam bu duada Allahdan istəyərək deyir: "Pərverdigara, mənə elə bir dərd ver ki, o anlarda da səndən qafil olmayım." Bu dua xüsusi tutum tələb eləyir. Səbah duasını lazımi qədər tutuma malik olmadığınız halda oxuduğunuz üçün bu qədər çətinliklər sizin üçün yaranmışdır. Buna əsasən siz səbah duasının yerinə Həşr surəsini və Ədilə duasını oxuyun. İnşallah çətinlikləriniz həll olar. Mən Həşr surəsini və Ədilə duasını oxumağa başladığım vaxtdan bir müddət keçdikdən sonra dostlardan biri mənə 10.000 tümən borc verdi. Onunla işləyib ev aldım. Yavaş-yavaş maddi vəziyyətim də düzəldi. Dua oxuyanın ədəb qaydaları. Dua məqamında şeyxin tövsiyə elədiyi incəliklərdən biri də dua edənin ədəb qaydalarına riayət eləməsidir. Doktor Fərzan bu barədə onun belə buyurduğunu nəql eləyir: "Duada Allah qarşısında zəlilanə olmalı, iki düzləri üstə ədəblə üzü qibləyə oturmalısan." Bir dəfə mənim ayağım ağrıdığından istədim ki, bardaş qurub oturam. O mənim arxamda otağın dal tərəfində oturmuşdu və buyurdu: "Düz otur. Dua zamanı dizlər üstündə oturmalısan. Ədəb qaydalarına riayət elə."